Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün erkən orta əsrlər dövründə sosial-iqtisadi həyat haqqında məlumat verəcəm. Hansı ki, söhbət gedir əsasən 9-11-ci əsrlər dövründə Azərbaycanda müstəqil feodal dövlətlərin yarandığı bir dövrdəki sosial-iqtisadi həyatdan. İlk öncə kənd həyatı haqqında məlumat vermək istəyirəm. Kənd təsərrüfatı inkişaf edirdi. Belə ki, insanlar burada əkinçiliklə, maldarlıqla məşğul olurdular, bağçılıqla məşğul olurdular və əkinçilikdə buğda, arpa, vələmir, çəltik adlı bitkilər yetişdirilirdi, becərilirdi və istifadəyə yararlı idi. Bundan başqa kənd təsərrüfatında texniki bitkilərdən istifadə olunurdu. Pambıq, kətan bitkilərini alıb çəkmək olar. Belə ki, Nil, Muğan, Şirvan bölgələrində, bir də Azərbaycanın cənub torpaqlarında pambıq əsasən əkilirdi. Azərbaycanın şimalında Şəkidə, Şirvanda, Bərdə ərazilərində isə əsasən ipək əkilirdi. Yəni, xam ipəyə böyük önəm verilirdi. Bunlar əsasən istehsal olunurdu texniki bitkilərdən. Maldarlıq inkişaf etmişdi. Maldarlıqda yenə də iri buynuzlu malqaradan istifadə var idi və eyni zamanda atdan və dəvədən istifadə olunur təsərrüfatda. Atçılığa görə inkişaf eləmişdi və Şirvanşah 1-ci Fərbrüz adlı hökmdarın dövründə onun ilxısında 4000 baş at olduğu qeyd olunurdu. Əkinçilik maldarlıqdan başqa burada balıqçılıq və arıçılığın da inkişafı haqqında müəyyən qədər fikir söyləmək olar. Daha sonra əkinçilikdə əsas inkişafı təmin edirdi süni suvarma sistemlərinin yaradılması, istifadə edilməsi, süni suvarmadan Nil, Muğan düzləri boyunca, Kür, Araz, Səfidrud çayları boyuncaki torpaqlarda istifadə edilmişdi. Bundan başqa Şirvan və Dərbənd bölgələri kətan parça istehsalına görə məşhurlaşmışdılar. Lənkəran və Şəki əraziləri çəltik istehsalına görə ixtisaslaşmışdı. Azərbaycanın cənubunda biz eyni zamanda bu dövrdə deyə bilərik ki, Azərbaycanda əkinçilikdir, maldarlıqdır, texniki bitkilərdir, parça istehsaldır. Bütün bunlardan əlavə faydalı qazıntı yataqları da var idi, yəni bunlardan istifadə olunurdu. Belə ki, Azərbaycanın cənubunda Şiz şəhəri yaxınlığında qızıl, gümüş, qurğuşun və civə əldə olunurdu. Bəz qalasının yaxınlığındakı dağlardan qırmızı kvars əldə edilirdi. Azərbaycanın şimalında Savalan ətrafında və Gəncə ətrafında dəmir və mis, Təbriz və Naxçıvanda daş, duz, Bakıda isə neft istehsal edilirdi. Bu dövrdə 9-11-ci əsrin kəndliləri haqqında məlumat versə iki qrupa bölünürdülər. Uluc kəndli, Azad kəndli. Uluc kəndli kim idi? Hansı ki, yerli feodalların ağır vergi sisteminə, zülmünə məruz qalan və dözməyən kəndlilər gedirdilər ərəb feodallarının himayəsinə sığınırdılar. Və bu zaman kəndlinin torpağı birbaşa keçirdi ərəb feodalının əlinə. Ona qorunmaq üçün sığınırdı və digər tərəfdən torpağı da keçirdi onun əlinə. Və nəticədə kəndli artıq torpağını itirirdi və asılı bir kəndliyə çevrilirdi, Uluc kəndliyə. Və Uluc kəndlilərin bu cür itirdikləri torpaqlar ilçə torpaqları adlanırdı. Bəzi mənbələrdə isə hami də adlandırırlar bu torpaqları. Yəni ilçə torpaqları Uluc kəndlilərin torpaqları idi. Uluc kəndlilər aslı kəndlilər idi və onlar əsasən əkinçiliyin inkişaf etdiyi düzənlik bölgələrdə yaşayırdılar. Azad kəndlilər isə adından göründüyü kimi azad insanlar idi. Onlar azad kəndlilər əsasən dağ-ətəyi bölgələrdə məskunlaşırdılar. 9-11-ci əsrlər dövründə Azərbaycanda bir sıra şəhərlər ticarət və sənətkarlıq mərkəzlərinə çevrildi. Ərdəbil, Sərab, Miyanə, Təbriz, Marağa, Naxçıvan, Gəncə, Bakı, Dərbənd, Şirvan ərazilərini qeyd etmək olar. Şəhərlər zahiri görünüşcə bir-birinə bənzəyirdi, çünki qala divarlarla əhatə olunmuşdu. Şəhərin daxilində isə şəhər iki hissədən ibarət olurdu. İçəri şəhər və bayır şəhərdən. İçəri şəhərdə yerləşirdi Cümə məscidi, Bazar meydanı, şəhərin hakiminin evi və ya hökmdarın sarayı və bu şəhərin mərkəzindən bir qədər aralı hissədə, qala divarlarına yaxın hissədə sənətkarlar və tacirlər yaşayırdılar. Və yenə dediyim kimi, hər biri qala divarları ilə əhatə olunmuşdu. Burada Azərbaycanda xüsusi bəzi şəhərlərin adlarını çəkmək istəyirəm ki, əsasən testlərdə sual salırlar, şəhərin adını qeyd etmirlər, amma xüsusiyyətlərini qeyd edirlər. Buna uyğun da şagirdlərdən tapmaq istənilir və bəzən şagirdlər bunu qarışdırırlar. Deməli, ilk növbədə deyəcəyik ki, Bərdə.
Bərdə Bağdad şəhəri ilə müqayisə olundu, eyniləşdirildi. Yəni Bərdədə Bağdad şəhərinə tay qoyurdular ərəb müəllifləri. Deyirdilər ki, Bağdadla eyniləşdirilir Bərdə şəhəri və belə bir məlumat qeyd olunur ki, Bərdə hələ ərəb ağalığı dövründə o qədər inkişaf etmişdi ki, şimalla tranzit ticarətinin mərkəzi hesab olunurdu. Baxın, tezdə sual düşür ki, şimalla tranzit ticarətinin mərkəzi hansı şəhərdir? Bərdədir. Daha sonra Bağdadla eyniləşdirilən şəhər hansıdır? Yenə Bərdədir. Kürki bazarının yerləşdiyi şəhər hansıdır? Bərdədir. Slavyanların yürüşən məruz qalan şəhər hansıdır? Yenə Bərdədir. 944-45-ci illər dönəmində dağıntıya məruz qalan şəhər yenə Bərdədir. Arranın anası yenə Bərdə şəhəridir. Baxın, Bərdə nə qədər bir xüsusiyyəti özünə cəmləşdirir. Hətta bundan əvvəlki dövrlərə biz baxanda Albaniyanın paytaxtı olması haqqında məlumat əldə edə bilirik. 8-ci əsrin əvvəllərindən etibarən ərəblərin Qafqazdakı əmirliyinin iqamətgahı olduğunu aydınlaşdıra bilirik. Daha sonra Təbriz şəhəri. Təbrizi də Bağdadla müqayisə elədilər. Təbriz Bağdaddan üstün hesab olundu. Baxın, yenə vurğulayıram. Bağdadla eyni olan Bərdədir. Eynidir. Amma Bağdaddan da üstün olan Təbriz şəhəri hesab olundu. Təbrizi saf qızıla bənzədirdilər ərəb müəllifləri. Daha sonra Gəncə şəhəri haqqında. Burada belə bir məlumat qeyd olunur ki, İslamla Xristianlıq arasında strateji qala rolunu oynadı. Sadəcə olaraq bu şəhər haqqında, yəni belə deyək ki, Gürcüstandan gələn, yəni Gürcüstandan keçən ticarət yolları bunun ərazisində gəlib keçirdi. Azərbaycanın da elə bir nöqtəsində yerləşirdi ki, Gəncə əsas mərkəz rolunu oynadı. Yəni Gəncədən digər ərazilərə keçib getmək olurdu. Yəni İslamla Xristianlıq arasında strateji qala rolunu oynadı Gəncə. Birdən qarışdırarsınız ki, əvvəlki dərslərimizdə keçmişdik ki, İslam dünyası ilə Xristianlıq dünyası arasında kəskin qarşıdurma meydanı o Şəki hakimliyidir, Şəki ərazisidir. Lakin strateji qala rolunu oynadı Gəncə ərazisi. Daha sonra Gürcüstana və Qaradənizə gedən ticarət yolları, eyni zamanda Azərbaycanın qərb bölgələrə gedən ticarət yolları Gəncənin ərazisindən keçirdi. Gəncənin özündə məscidlər, hamamlar, kərvansaralar, saraylar inşa edilirdi. Zərbxanalar fəaliyyət göstərirdi, yəni pul kəsilməsi üçün zərbxanalar burada tikilmişdi. Gəncə haqqında bunları qeyd edə bilərik və sonda qeyd edə bilərik ki, 971-ci ildən 1088-ci ilə qədər mövcud olmuş Şəhdarlar dövlətinin məhz paytaxtı da Gəncə şəhəri olmuşdur. Daha sonra Tiflis. Tiflis haqqında desək deyəcəyik ki, o da Aranın şəhəri hesab olunurdu. Aranın sərhəd şəhəri hesab edilirdi və Tiflis suyu odsuz qızdırılan müalicə hamamları ilə məşhur idi. Dərbənd şəhəri ən böyük liman şəhərimizdir. Daha sonra kətan parça istehsalına görə fərqlənirdi. Kanalizasiya sistemi 10-cu əsr dövründə artıq Dərbənd şəhərində var idi. Ən böyük liman şəhəri, birinci liman şəhəri Dərbəndir. Amma ikinci liman şəhərimiz Bakı olacaq və Bakı həm də neftinə görə məşhur idi. 9-11-ci əsrlər dövründə torpaq mülkiyyət formalarına gəldikdə isə burada deməli qeyd edəcəyik. Divani, xalisə, iqta, mülk, vəlf, icma, ilçə. Baxırıq ki, ərəb ağalığı dövründən bir qədər artımımız var. Belə ki, divan torpaqları burada dövlətə məxsus torpaqlar idi. Buradan əldə olunan gəlirlər xəzinəyə daxil olurdu. Xalisə torpaqları hökmdara və onun nəslindən mənsub olan torpaqlar idi. Daha sonra iqta bilirik ki, xidmət müqabilində verilən torpaqlar idi, şərti verilən torpaqlar idi. Mülk torpaqları yerli feodalların hakimiyyətində olan irsən keçən torpaqlar idi. Daha sonra vəqf torpağı, vəqf dini idarələrə, məscidlərə, mədrəsələrə məxsus olan torpaqlar idi. İcma torpaqları, yerli cəmaatın istifadəsində olan torpaqlar idi. Bir də burada ilçə torpaqları, biraz öncə dediyim uluc kəndlilərin torpaqları idi. Vergi sistemində üşür, cizyə, xümus zəkat vergilərinin adını çəkirik. Bu dövrdə artıq deməli, məhsul vergisi, yəni məhsulun 1/10 hissəsinə bərabər idi və xərac yox, üşür adlanırdı. Lakin sonraki dönəmlərdə yenidən xəracla adlanmağa başlayacaq.
Bu üç vergisindən əlavə, yəni məhsul vergisindən əlavə yenə də can vergisi, cizyə vergisi alınırdı əhaldən, deməli, xümus vergisi alınırdı, müəyyən bir mülkiyyət qənimət növlərinə görə əhali ödəyirdi və zəkat vergisi ehtiyac içərisində olan müsəlmanlar üçün sərf edilirdi. Qəbalə nə idi? Qəbalə kiməsə vergi toplamaq hüququna verən icazə kağızı idi. Tutaq ki, deyirəm ki, məsələn, mən dövlətə 500 manat pul ödəyirəm ki, qəbalə kağızını mənə ver, mənə bir dənə qəbalə kağızı verirlər, həmin o ay ərzində və ya il ərzində vergiləri əhalidən mən toplayıram. Tutaq ki, verginin miqdarı 3000 manat olmalıdır, mən yığıram 5000, 2000 də qoyuram cibimə, geçəcək xərcləyirəm. Bu da olur qəbalə kağızı, yəni qəbalə kağızı vergi yığmağa icazə verən bir sənəd idi. Erkən orta əsr dövründə digər dövlətlərin torpaq mülkiyyət növlərinə, vergi növlərinə toxunmadım. O da söhbət nədən gedir? Sasanilər və Ərəblər dövründən. Çünki öncəki mövzularımızda artıq izah etmişdim. Öncəki mövzularımızı izləməyi yenidən xatırlaya bilərsiniz. Bugünkü dərsimiz haqqında bu qədər. Növbət dərsdə 9-11-ci əsrlər dövründə, yəni erkən orta əsrlər dövründə mədəniyyət, yazıdır, memarlıqdır, dini görüşlərdir. Bu haqda məlumat verəcəm. Oldu, sağ olun.